127-ci sual, yaxşı. Demək, hipotenuzun kök 13-dür, 2 kök 13. Sahəsi 2də 1 AB bərabərdir 12-yə. AB bərabərdir 24-ə. A kvadratı üstə gəl B kvadratı da bərabərdir 2 kök 13-ün kvadratına. Yəni 4 vurulsun 13, bu da 52-yə. A üstə gəl B-nin kvadratı bərabərdir A kvadratı üstə gəl B kvadratı üstə gəl 2AB. Yerinə yazıb 60-ni tapaq buradan. A üstə gəl B-nin kvadratı bərabərdir. Kvadratlar cəmi 52-dir. Üstə gəl 2AB. AB 24-dürsə 2AB də eləyəcək 48. Bu da eləyir 100. Onda A üstə gəl B eləyir bu səfər 10. A üstə gəl B 10-dur. A vurulsun B də 24. Uzatmadan seçmə üsulundan düşünə bilərik də biz bunu artıq. Biri 6-dır, biri də 4. İndi hansı 4, hansı 6 olarsa fərq eləmir. A 4-dür, B 6-dır. Ya da açıq sual olarsa amma biz bunu belə yazmalıyıq. Bu şəkildə yox, bu qəbul olunmaz. İndi testi deyə belə götürə bilirik. 2 kiçik KTT eləyir 4. Amma açıq sual olsa, burada əvəz etmə edirik. Məsələn, B bərabərdir 10 çıxılsın A yazıram. Gətirib aşağıda yerinə yazmalıyam. A vurulsun 10 çıxılsın A bərabərdir 24. Alınır kvadrat tənlik. A kvadratı çıxılsın 10-a üstə gəl 24 bərabərdir 0. Bunu da artıq diskriminantla həll edəndə 2 dənə kökü olur. Biri 4, biri də 6. İndi bu 4-dürsə B 6-dır. 6-dırsa B 4-dür. Yenə eyni şey gəlib çıxır. Sadəcə bu biraz daha praktik olaraq götürürük.